أعوذ بالله السميع العليم من الشيطان اللعين الرجيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Esselamu aleyke ya Fatımetu Zehra Seyyideti Nisa'il Alemin. İlk olaraq hər birinizə təşəkkür edirəm dəvət etdiyiniz üçün. Qayıdış komandasına təşəkkürümü bildirirəm. Başda Qayıdış komandasının rəhbəri Seyid Mahmud ağa olmaqla hər birinizə minnətdaram ki, dəvət etdiniz. Belə gözəl bir məclisdə iştirak etmək imkanını yaratdınız. Allahdan sizlərə uğur arzulayıram. Doğrudan da çox böyük bir iş görürsünüz, gözəl bir iş görürsünüz. Bu birlik, bir-birinizə dəstək həqiqətən də özü bir nümunədir. Özü bir örnəkdir cəmiyyət üçün. Çətin bir dövrdə yaşayırıq və çətin bir dövrdə inanın ki, iki dostun bir-birinə dəstək olması, bir-birinin arxasında olması, dəstək ol, bir-birini qabağa verməsi biraz çətinləşib, çətin bir məsələdir. Ya birinin digərinə həsədi olur, paxıllığı olur və yaxud da xasiyyəti götürə bilmir, bir-birinin xasiyyətini götürə bilmir, bir-birinə səbr edə bilmir. İşin nəticəsi bir yerə gəlib çatmır. Amma Qayıdış komandası olaraq belə bir şey qurmusunuzsa, bura qədər gəlmisiniz və düşünürəm ki, az da olsa, az deməzdim, hələ bir başlanğıcdır bu. Başlanğıc üçün az deyil. Təbii ki, kifayət qədər, başlanğıc üçün kifayət qədər də səs salmısınız. Bu, həqiqətən də insanı sevindirən bir şeydir, bu böyük bir uğurdur. Və bunların hamısının arxasında bir-birinizə olan sevgi, məhəbbət, hörmət, hətta belə deyərdim, iki insanın xasiyyəti eyni deyil də, fərqli xasiyyətdə olur insanlar. Amma iki insan o zaman qabağa gedə bilir ki, xasiyyətlərinə səbr edirlər, fədakarlıqla səbr edirlər. Biri var çətinliklə səbr edirlər, bir də var ki, fədakarlıq edərək elə bir ruhiyyədə böyüyür ki, fədakar ruhiyyədə olur, qarşı tərəfinə xasiyyətinə, öz xasiyyətinə, onun xasiyyətinə fəda eləyir. Və bu da inkişaf deməkdir, yəni bir cəmiyyətin qurulması deməkdir. Dediyim kimi, bugünkü dövrdə belə bir cəmiyyətin olması, fədakar bir insanların bir araya gəlib belə bir iş görməsi, təəssüf ki, həmişə olmur. Nə qədər insanlar da bəlkə çalışıblar, eləsinlər, alınmayıb, amma siz bu yerə gəlib çatmısınızsa, həqiqətən də siz pak bir insanlarsınız. İndi özünüzü necə görürsünüz, o başqa məsələdir, amma mən qıraqdan baxanlar belə görür ki, siz pak bir insansınız deyə bir yer araya gələ bilmişsiniz. Bir-birinizə fədakar ola bilmişsiniz. Açıq desəm, bizim bugün mövzumuz xanım Zəhra Salmanlı əleyhi haqqında olacaq, düzdür? Əyyam-ı Fatimiyyə üçün buraya yığışmışıq və video çəkiliş gedir. Elə bir mövzu danışacaqdım ki, elə görürəm ki, oradan da sizə aid, sizin komandanıza aid olan bir mövzudur. Komanda dedikdə təkcə sizdə nəzərdə tutmuram. Bu, bugün cəmiyyət üçün, bütün komanda üçün, vəhdət üçün bu lazımlı bir mövzudur. Və o da nədir? Mövzunun adı nədir? Rahat tələblik məsələsi. Ki, bu günlərin bir cəmiyyətin bir araya gələ bilməməsinin səbəbi rahat tələblikdir. Yəni, hər kəs öz rahatlığını güdür, hər kəs öz rahatlığının arxasınca gedir. Ona görə dinimiz də gəlir insana bəzi yollar göstərir, islahın yollarını göstərir ki, sən burada məsələn islah olmalısan, nəfsini islah etməlisən, rahat tələblikdən əl çəkməlisən. Əlbəttə, rahat tələblik dedikdə iki cür anlaşılır. Bəzən rahat tələblik dedikdə məqsəd bu deyil ki, din bizə çətinlik yaşatmaq istəyir. Allah bizə çətinlik yaşatmaq istəyir. Yox, bu belə deyil. Heç kim deyə bilməz ki, Allah mənə çətinlik yaşatmaq istəyir. Əziyyət vermək istəyir. Rahatlığımı əldən almaq istəyir. Namaz qıl, oruç tut, ibadət et. Yəni, bunlar hamısı odur ki, Allah mənim rahatlığımı əldən almaq istəyir. Yox, söhbət bundan getmir. Allahın belə bəndəsi ilə belə bir fikri hədəfi yoxdur. Yəni, özü rahat olan bir varlıq ki, Allah özü rahatdır, onu heç kəs narahat edə bilməz. Niyə başqasına narahatlıq versin? Niyə başqasını narahat etsin? Allahın belə fikri, zikri yoxdur bəndəsinə qarşı. İndi kimlərsə bu cür din təbliğ eləyib, kimlərsə bu cür başa düşüb, o səhvdir.
Bəli, rahatlıq yoxdur, narahatlıq var, bəlalar var, çətinliklər var. Bu Allahdan gələn bir şey deyil. Bu maddi dünyanın belə desəm xasiyyətidir, xüsusiyyəti bundan ibarətdir. Biz bu dünyaya gəlmişik və gəlməliydik. İndi bunun fəlsəfəsi başqadır. Biz fəlsəfə dərsi deyil deyə ora girmirəm. Bu dünyaya gəlməliydik və bu dünyanın xasiyyəti, xassəsi odur ki, bizə əziyyət versin. Yəni rahatlığımızı əldən alsın. Yəni nə? Bu dünyada itki var. İnsan itirir. Düzdür, qaçılmazdır. Nəyisə itirməliyik. İnsan nəyisə itirməlidir. Allah itirmir, gəlib mənim əlimdən almaq, Allah bilərəkdən alsın, Allah bilərəkdən mənə əziyyət versin. Yox, dünyanın xasiyyəti budur ki, dünya səndən nəyisə alacaq. Bu dünyanın xəstəliyi var. Bu dünyanın xəstəliyi olmasaydı, bu dünyanın itirməmək söhbət olmasaydı, elə olardı nə? Cənnət. Elə biz cənnətdə yaşayardıq. Elə biz yaşayardıq müzərrət aləmində, maddi aləmdə yaşamazdıq. Amma bu maddi bir dünyadır deyə, burada itki var, burada xəstəlik var, burada bir sözlə narahatlıq var. İnsan narahatlıqlarla, bəlalarla üzləşəcək, üzləşməli də. Və Allah da gəlir neyinir? Allah gəlir insana yol göstərir ki, mən o narahatlığın içərisindən necə çıxa bilərəm? Rahat tələb insanlar neyniyəcək? Yadda saxlayaq ki, rahat tələb insan öz rahatlığına çatmaq üçün istənilən şeyə əl atacaq. Rahat tələb insan öz istəklərinə nail olmaq üçün başqasından birləşməz. Birləşmək istəməz. Çünki bilir ki, mən başqasından birləşsəm narahatlıq olacaq. Məsələn, dediyim kimi komandada mən bu komanda ilə birləşsəm, məndə bəzi narahatlıqlar olacaq. O işi gör, bunu elə, filan elə və mənim bütün rahatlığım əldən gedəcək. Bax, rahat tələb insanın xüsusiyyəti budur ki, o cəmiyyətə birləşmir. O birləşib bir komanda qursun, o birləşib bir din üçün iş görsün, onu eləməyəcək. Ona görə də Allah insana dinin vasitəsilə öyrədir ki, sən insan olaraq rahat tələbliyindən əl çəkməlisən. Başa düşməlisən ki, bu dünyada bəzən çətinliklə üzləşəcəksən. Bəs mən neyiniyim ilahi? Bu çətinliklə üzləşəcəm. Nə iş görüm? Mövqeyi dəyişəcəksən. Bu çox incə bir məsələdir. Mövqeyi dəyişəcəksən. Bax, Allah demir ki, dinə gəlməklə, sən dinə gəlməklə bütün rahatlığın aradan gedəcək. Daha doğrusu narahatlığın aradan gedəcək. Allah bunu demir. Bizə məsələn, keçmişdə belə başa düşürdük də. Elə bilirdik ki, keçmişdə belədir ki, mən dinə gələcəm, bütün narahatlıqlar aradan gedəcək, bəla aradan gedəcək. Belə düşündür ki, bəla ona görədir ki, mən namaz qılmıram, oruç tutmuram, Allaha bəndəlik etmirəm. Amma gəlirik namaza, görür ki, yox, niyə bəla yerində qalıb, çətinlik yerində qalıb. Niyə? Çünki baxış səhvdir, mövqeyi səhvdir. Biz başa düşməliyik ki, dindar oldun, olmadan fərq eləmir. Narahatlıqlar olacaq. Bunlar öz yerində. Bəs mən neynəməliyəm? Sən mövqeyi dəyişməlisən. Mövqeyi dəyişmək çox mühüm məsələdir. Ariflər, alimlər, böyük insanlar, məsumlara baxırsan, imamlara baxırsan, məsələn, İmam Hüseynə baxırsan, xanım Zəhraya baxırsan, bütün o çətinliklərin içərisində olmasına baxmayaraq, amma neynirlər? Allaha təslim olurlar. Nə üçün təslim olurdular? Çünki onların mövqeyi başqa idi, başqa bir mövqeyi ilə, başqa bir eynə ilə baxırdılar. Yəni, onlar qəbul etmişdilər ki, bu dünyada narahatlıqlar var və mən o narahatlığın, bəlanın üstələmək üçün, qalib gəlmək üçün mən böyük bir imana sahib olmalıyam. Böyük bir imana sahib olmalıyam. Gəlir çətinlik, oxu mənə tərəf atıblar, onsuz da gələcək mənə tərəf. Bəs mən nə etməliyəm? Özümə güclü bir qalxan düzəltməliyəm ki, oxun qarşısını kəsim. İnsan da belədir, Allah başa salmaq istəyir ki, bu dindən sən nə edəcəksən? Allah sənə böyük bir qalxan düzəldib verir. Din böyük bir qalxandır ki, o oxların, o zərbələrin qarşısını alırsan. Sənə təsir eləmir. Gəlir, zərbəsi gəlir. Amma təsir eləmir sənə. İman əhli, imana sahib olanda bu belə olacaq. Gəlib imana gələcək, Allahı qəbul edəcək, özünü paklayacaq. Sonra nə olacaq? Artıq onun üçün belə bir ruhiyyə yaranacaq ki, o çətinliklər gələndə, bəlalar gəlir bəlalar. Amma neyniyir? Qalxanı var, iman qalxanı. Qarşısını kəsə bilir.
Onun qarşısını kəsir. Asandır. Ariflər, məsələn, eşitmisiniz, Yaqub Peyğəmbər əleyhissalam nə qədər bəlalara düşmüşdü də. Xəstəliyi başına gəldi, övladı aradan getdi, mal qarası aradan getdi, ailəsi aradan getdi. Düzdür, sonradan Allah onu qaytardı ona. Amma Yaqub Peyğəmbər, daha doğrusu üzr istəyirəm, Əyyub Peyğəmbər. Elə Yaqub Peyğəmbər də demək olar Yusuf Peyğəmbər barəsində. Əyyub Peyğəmbər o qədər çətinliklərin içərisində baxma, amma neynədi? Allaha bəndə oldu. Allah onu gözəl bəndə kimi adlandı. O cür adlandırır. Yəni səbr elədi. Nə üçün səbr elədi? Çünki Əyyub Peyğəmbər böyük bir imana sahib idi. Böyük bir qalxanı var idi. O bəlanın qarşısını kəsə bilirdi. Bəla gəlirdi, amma qarşısını kəsirdi. Bu dünya bizə heç bir zaman, heç bir vaxt vəd vermir ki, sənə mən çətinlik verməyəcəm. Bu dünyanın işi gücü odur ki, harada olursan ol, mən sənə əziyyət verəcəm, mən sənə çətinlik verəcəm. Və insan rahat tələb olanda neynir? O çətinlikdən qaçmaq üçün əlini axırda gəlib cinayətə atır. Cinayətə də ata bilər. Çünki rahat tələbdir, onun üçün narahatlıq istəmir gəlsin. İstənilən şeylərə əl atacaq. İstənilən şeylərə. Hətta başqası, dost tanışı, yox, aradan geçsin, amma mənim rahatlığım yerimdə qalsın. Bu ciddi bir məsələdir. Nə mənada ciddi bir məsələdir? İnsan öz nəfsi ilə bunu bacarmayanda, özündən asılı olmadan başqasını bağda verər ki, özü qalsın. Yəni, nəfsi rahat qalsın. O rahat tələbliyi aradan getməsin. Pisdir bu rahat tələblik. Mən yəni özüm rahat bir şey tələb etməməliyəm mən. Bu pis bir şeydir. Yox, əslində pis bir şey deyil. Elə sən rahat tələb olmalısan. Elə bu fitri bir məsələdir ki, Allah bunu səndə qoyub, sənin daxilində yerləşdirib ki, sən rahatlığın arxasınca gedəsən. Pis bir şey deyil bu. Əgər pis bir şey olsaydı, o rahat tələbliyi öz-özünə gəlmir ki. O mənim daxilimdə var. Allah onu yaradanda mənim daxilimdə yerləşdirib və mən də öz o daxili ehtiyacımı ödəyirəm də. Rahat tələbəm yəni bu mənada, öz daxili ehtiyacımı ödəyirəm. Amma məsələ burasındadır ki, ünvan səhv salınır. Allah o rahat tələblik hissin məndə qoyub və ünvanı da verib. Ünvan nədir? İman, ibadət, Allah, Peyğəmbər, imam, axirət. Ünvan budur. Yəni Allah bunu məndə yerləşdirib ki, başa düşüm ki, mən bu dünyaya gələndə, bu dünyada rahatlıq tələb etmək istəyəndə görəcəm ki, burada rahatlıq yoxdur. O hissim məni vadar edir ki, mən Allaha tərəf gedim. Başa düşüm ki, rahatlıq Allahdadır. Rahatlıq Allahdadır. Düzdür, rahatlıq tələblik məsələsi olmalıdır. Amma insan başa düşməli ki, burada yox. Bu dünyada axtarmamalıyam mən rahatlığı. Axtara bilərəm, amma bu dünyada mən gərək Allaha tapım ki, rahat olum. Rahat tələblik zahirdə bəlanın aradan getməsi deyil. Rahat tələblik insanın ruhunun rahat olmasıdır. Ruhu rahatlığa qovuşmasıdır. Həzrət Əli əleyhissalamın bir sözü var. Məsələn, bəziləri belə irad edə bilər ki, deyə bilər ki, siz dindarlar elə deyirsiniz ki, rahat tələblik yoxdur. Çox gözəl də rahatlıq var. Çox gözəl də insanlar rahat yaşayırlar. Hansı insanlar? Deyir, varlı insanlar var, pulları var, onların villası var, maşını var. Nə bilim, o söz var, pulunu balda kəsməz. Yəni, hər şeylər var da bunların. Hər şeyləri var. Çox da rahat yaşayırlar, əziyyət çəkmirlər ki. Nəsə almaq istəyəndə pulu var. Arası getmək istəyəndə maşını var. Çöldə qalmır ki, kirayə pulu ödəmir ki, ev var. Hər şey var da bunun. Bu insan day rahatdır da. Sən deyirsən ki, dünyada rahatlıq axtarma. Sən də deyirsən, dünyada rahatlıq axtarma. Görürük ki, bunlar məsələni səhv anlayıblar. Bunlar elə bilirlər ki, maddi şeylər olarsa insan rahat olur. Bəs sənin ruhun rahatlığı necə olacaq? Sən düşünürsən ki, maddi şeylərə, məsələn, puldu filan da, onlara nail olan insan tamamilə rahat oldu. And ol Allaha rahat olmur. Nə qədər insanlar var ki, məsələn, olub da mənə müraciət ediblər ki, mənim maşınım var, pulum var, hər şeyim var, amma görürəm ki, bir boşluqdayım. Nəsə çatışmır məndə. Tuta bilmirəm ki, o nədir? Deyə bilmirəm ki, ona izah edə bilmirəm ki, o nədir? Yəni, vətənin üçün darıxırsan sən. Allah üçün darıxırsan. Sən o darıxmağındır, boşluğun Allah üçün. Nəfəxtu fihi min ruhi.
Allah deyir, ona öz ruhumdan mən üfürdüm də. Yəni nə izah eləmək istəyir? Onu izah etmək istəyir ki, rahatlığın olmayacaq nə qədər ki mənə qayıtmasan. Çünki sən məndənsən, mənə aidsən. Allahın sənə, mənə ehtiyacı yoxdur. Bizim ona ehtiyacımız var deyə Allah bu sözü vurğulayır ki, mən ona öz ruhumdan üfürdüm. Yəni mənim bəndəm başqa yerə qaçmayın, mənə gəlməlisən, sonda mənə gəlməlisən. Depressiv bir vəziyyətə düşüb psixoloqun yanına gedirsən, həll eləyəcək, başa düşdüm, amma son demək deyil, məndən uzaqsan. Əla bi zikrillah tətməinnul qulub. Qəlblər yalnız məni xatırlamaqla aramlıq tapar. Yəni son mənə tərəf qayıtmalısan. Sən məndən aslısan. Mənə tərəf gəlmirsən deyə özündən uzaq olduğuna görə, öz vətənindən uzaq olursan, onu gəlib bu problemləri yaşayırsan. Gəlirsən o depressiv vəziyyətə düşürsən. Bir filosofun gözəl bir sözü var. Baxın, çox əla bir nöqtədir. Quran Allaha qayıtmaq deyəndə hansı sözlə istifadə edir? İnna lillah və inna ileyhi raciun. Rəca'a sözündən istifadə edir də. Rucu, rəca'a. Yəni qayıtmaq, bizim bildiyimiz qayıtmaq. Allah özünə qayıtmaq məsələsini vurğulayanda o kəlmədən istifadə edir. Dönmək, qayıtmaq kəlməsindən istifadə edir. İnsan da bilir ki, qayıtmaq o zaman olur ki, mən oradan gəlmişəm. Məsələn, mənə tutaq ki, deyirsiniz ki, mən gəldim bura, sonra qayıtdım öz vətənimə. Mənə zəng edib deyirsiniz ki, qayıt bura. Düzdür? Qayıt bura nə deməkdir? Yəni, mən burada olmuşam, düzdür? İndi deyirsən, qayıt bura. Olduğun yeri təzədən qayıt. Quran bu sözdən istifadə edir. Rəca'a kəlməsindən. Allaha qayıdış Allahadır deyəndə, yəni biz elə bir orada olmuşuq. Allahdan gəlmişik, Allahla olmuşuq. Ona görə Allah deyir ki, qayıt day mən tərəfə. İtirdin, özünü batırdın orada, itdin sən. İtmə, özünü harada itirirsən, qayıt bura. Allah bizi özünə qaytarmaq istəyir. Gəldiyimiz yerə yenidən qaytarmaq istəyir. Amma biz gəlmişik bu dünyada özümüzü itirmişik. Sirkabın içində özümüzü batırmışıq. Və bu halda insan üçün din gəlir, Allah gəlir. Allah özü müdaxilə edir. Gəlir bizə xatırladır ki, sən əvvəlki yerə qayıtmalısan. Əvvəlki vəziyyətə qayıtmalısan. Ona görə Həzrət Əli əleyhissalam gözəl bir söz deyir. Deyir, Əl-mustamti'un bid-dunya təbki qulubuhum və in fərihu. Buyurur ki, dünyadan zövq alanlar, yəni dünya əhli, dünyada hər şeyə çatanlar, Həzrət Əlinin sözünə diqqət eləyək, dünyada hər şeyə əli çatanlar, deyir, baxma onların hər şeyə əli çatır. Deyir, onların qəlbləri ağlayır, qəlbləri qəmin içərisindədir. Baxmayaraq ki, üzü gülür, baxırsan ki, onun üzü gülür, sevincin içərisindədir, fərəhlənir. Amma buna baxmayaraq, deyir, bu insan o sevinclə, o fərəhlənməklə öz daxilini ört-bastır eləmək istəyir. Onun daxili ağlayır, göz yaşı tökür. Və deyir, daxilində neynir? Və yəştəddu məktuhum li-ənfusihim. Deyir ki, onlar bəzən dünyadan əldə etdiklərinə sevinirlər, görərsən ki, sevinirlər. Amma içlərində özlərinə qarşı nifrət və narazılıq daha da şiddətlənir. Sevinirlər, əlləri çatdı hər şeyə. İstədiyim şey əlim çatdı, mənim heç bir problemim yoxdur, heç bir maddi sıxıntım yox, deyir, yox. Ona çatdı, nə qədər ki ona çatır, qəlblərində özlərinə qarşı narazılığı var. O narazılıq daha da şiddətlənir. Nifrət daha da şiddətlənir. Nə üçün? Çünki Allahsız həyat yaşayırlar. Çünki həmin o rahat tələblik məsələsi, öz rahatlıqlarını təmin etmək üçün bu işə əl atırlar. Allah yaddan çıxıb, dost yaddan çıxıb. Quran deyir, Allaha bağlı olmayan iki dost bir-birini tərk eləyər. Yəni, Allahla bağı olmayan iki dost bir-birini tərk eləyəcək. Dostluq da Allah bağı ilə qurulmalıdır.
Həzrət Əli deyir ki, bu insanlar özlərini nifrət edir, bu insanlar günü-günündən görürsən ki, narazılıqları var daxilində, baxmayaraq ki, zahirdə onlar sevinirlər, onlar dünyada itiblər, öz həqiqətlərini itiriblər. Və haqqın tərəfində olmaq istəyiriksə, insan gələ rahat tələbliyini kənara qoysun. Yenə deyirəm, dünya rahatlıqdan söhbət gedir. Bəli, bütün bu çalışmamız, bizim dindarlığımız ki, bizə bəzən lağ eləyirlər, məsxər eləyirlər ki, siz nağdını qoyub məsələn nisiyyə qaçırsınız. Tamam da, siz gedin nağdından istifadə edin, görə axırı nə olacaq? Bu bir. İkincisi də ki, mən nisiyyə qaçıramsa, bu dünyadan istifadə etməklə mən şadam. Mən yenə şad oluram, sevinirəm. Mən Allahla şadam. Mənə gələn bəla, çətinliklər, onu mən şadlıqla qarşılayıram ki, Allah var. Görün də mən onu necə qarşısını kəsəcəm. İçimdə heç bir problem yoxdur. İçim təmiz, sevinç hissi ilə yaşayıram. Amma səndə nə var, nə yox? Zahirin o cürdür. Zahirdə sən sevinirsən. Daxilində sənin özünə qarşı narahatlıqların şiddətlidir. İnkar edə bilməzsən. Bunu inkar edə bilməzsən. Sən hər gün axtarırsan ki, o daxilində olan narahatçılıqlar var. Nə isə təmin edəsən. Bugün maşından, sabah telefondan, bir üç gündən filan. Amma sona yetəcək də. Hara qədər? Hara qədər olacaq bu? Bunun bir sonu var. Amma mənim sonsuz Allahım var. Sonsuz kəmala, sonsuz gözəlliyə malik olan bir Allahım var. Mən əgər ona bağlansam, bu bitməyəcək. Məndə şadlıq bitmir. Məndə fərəh bitmir. Amma səndə bitəcək. Mənim Allahım mənə öyrədir ki, namaza, ibadətə daxil olanda mən namaz qılıram, oruç tuturam, bunları yerinə yetirirəm. Mənim Allahım mənə öyrədir ki, bunları edəndə eləyir ki, şadlan, sevin, şadlıq hissi gəlsin sənə. Namazı ona görə qərar verirəm ki, şadlanasan. Amma sən nə ilə şadlanırsan? Heç nə, sənin şadlığın yox. Sənin şadlığın bir həddi var, o həddən sonra bitəcək. Yaxşı, mən bacarmıram, mənim problemim var. Mənim imanımda zəiflik var. Gəl sənin varlığınla, nə qədər varlı olursan, ol, milyoner ol. Gəl onunla mənim bir dənə arifimdən səni müqayisə edeyim. Səni bir dənə müqayisə edeyim ki, hansı həyatdan ləzzət alır? Hansı həyatın o gözəlliyin dadır? Sən maşın sürürsən bir müddətdən sonra həvəsindən düşürsən, amma mənim böyüklərim, ləzzətlə yaşayan, Allahla yaşayan şəxslər maşın sürür, ömrün axırına qədər maşından ləzzət alır. Bilirsən niyə? Çünki o maşını onun mənəviyyatına xidmət edir. O bağlayır Allaha, Allahın nemətinə. Ona görə maşının özü də onun üçün gəldi gedər olmur. Allaha bağladığına görə Allah nemətidir. Amma sən qorxursan ki, maşında harasa vuracaq, nəsə olacaq, qırılacaq, dağılacaq, pulun qurtaracaq, sonra təzədən pul tutmaq lazım. Bunları düşünürsən. Sən daim narahatlıq içərisində yaşayırsan. Sənin problemindir. Allah deyir, bəli, tu'sirunəl həyətəd dünya vəl-axirə xeyrun və əbqa. Siz dünyanı, yəni rahatlığı axirətdən üstün tutdunuz, Allah bizə deyir. Halbuki axirət daha xeyirli və daha əbədidir. Və bir də söz deyim, bunu yadda saxlayaq ki, əziz qardaşlar, axirət dedikdə biz dünyada da şadıq, axirətdə də şad oluruq. Rabbana atina fid dünya hassana və fil axirəti hassana. Biz demirik ki, dünyada bədbəxt günündə yaşayırıq, axirətdə xoşbəxt yaşayacağıq. Biz bunu demirik. Dünya möminin zindanıdır, axirət isə biz yox. Dünya möminin zindanı deyəndə axirətə nisbətdə deyilir. Bilirsiniz də İmam Həsən əleyhissalam o sözün. Da deməyə ehtiyac yoxdur. Qısa deyim, İmam Həsən nə deyir? Deyir, dünya mömin üçün zindan deyəndə axirətə nisbətdə zindandır. Yəni, axirətin nemətinlə dünyanın nemətini müqayisə edəndə baxırsan ki, mən zindanın içində yaşayıram ki. Axirətin neməti bundan böyükdür. Amma o demək deyil ki, mən rahat yaşamıram, mən bədbəxt günündə yaşayıram. Axirəti yaxşı eləmək üçün dünyanı da yaxşı eləmək lazımdır. Axirətdə xoşbəxt, axirətdə şad yaşamaq üçün dünyada da şad yaşamaq lazımdır. Kim dedi ki, axı biz dünyada bədbəxt yaşamalıyıq? Axı kim dedi ki, biz dünyada şad yaşamamalıyıq? Şadlığı bizə kim haram edib? Bizə deyilib ki, rahat tələb olma. Hansı rahat tələbdən? Yəni, dünyaya bağlanıb rahat tələb olma. Dünyanın özündən rahatlıq axtarma. Dünya o rahatlığı sənə verməyəcək. Bizə bu deyilib. Dava bunun davasıdır, başqa bir şeyin davası deyil. Allahın bizlə davası ona görə deyil, məni şadlıqdan məhrum eləyir.
Allahın davası bununladır ki, mən keçici rahatlığa ki bağlanıram. Onu özümdə rahatlıq görürəm. Allahın davası ondadır. Niyə ilahi məndən bunun davasını edirsən? İstəmir ki, mən üzülüm. Sonda üzüləcəm axı. Əldən gedəndən sonra üzüləcəm. Allah məni sevir. Sevdiyinə görə istəmir ki, mən üzülüm. Üzülməyimi istəmir. Biz istəsək də, istəməsək də bu dünyada müəyyən narahatlıq olacaq. Peyğəmbər deyir: "La rahata lil mu'min illa fi liqa'i rabbih." Peyğəmbər görün nə gözəl deyir, müminin rahatlığı yalnız nə zaman olacaq? Rəbbi ilə görüşəndə. Qutardı ki. Yəni sənin rahatlıq mənbəyin sənin Rəbbin. Qutardı getdi. Sənin rahatlıq mənbəyin o zaman rahat tələb olacaqsa, onda deyəcəksin ki, vəssalam. O rahat tələbli hissimi mən qane etdim. Nə zaman? Rəbbinlə görüşəndə. Peyğəmbər deyir, müminin rahatlığı yalnız Rəbbi ilə görüşdədir. Qutardı getdi. Bu dünya mömin üçün mübarizə və səbr meydanıdır. Bu dünyada meydandır, ancaq səbr eləməlisən, mübarizə aparmalısan, başqa bir şey yoxdur. Oturub gözləmə ki, başına heç nə gəlməyəcək, bəla gəlməyəcək, rahat yaşayacaqsın. Yox. İmam Sadiq deyir: "Mən rəğibə fid-dünya a'ma qalbuhu." Buyurur ki, dünyaya tamah edən insanın qəlbi kör olar. Yəni rahat tələb olan insanın qəlbi kör olacaq. O həqiqəti görməyəcək. Çünki yenə deyirəm, rahat tələbliyin özü ilə dünyadan başlayır, dünya sevgisindən başlayır. Və bir dənə Həzrət Əli əleyhissalamın sözü. Mən tələbə ər-rahətə təfərru ə'iyyəshu. Buyurur ki, kim rahatlıq axtarsa, dünyada bir boşluq axtarsa, rahatlıq axtarsa, deyir o daha da yorulacaq. Yəni özünü yorma da, özünü yorub rahatlıq axtarmaq fikrində olma. Bir dənə o zaman rahatlıq olacaq ki, sən Rəbbimin yolunu gedəsən. İndi bu məsələni nəyə danışırıq? Deyə bilərsiniz, bu məsələni niyə açmısınız? Mövzumuz Xanım Zəhra haqqındadır. Elə məsələ burasındadır ki, Peyğəmbərin dövründə biz baxırıq ki, Peyğəmbər gəldi. Peyğəmbər insanların, bunu yaxşı mənada deyirəm, insanların rahatlığını aradan apardı. Razısınız məndən? Bilirsiniz ki, nə mənada deyirəm də? Yəni o insanlar ki, rahat tələb edir, istədiklərini edirdilər, dünya insanları idilər. Peyğəmbər gəldi, onların rahatlığını aradan apardı. Peyğəmbəri qəbul etməyənlər, Peyğəmbərə qarşı çıxanlar, o mübarizə, dava, döyüş, hamısı ondan başladı ki, Peyğəmbər rahat tələb bir cəmiyyətlə mübarizə aparırdı. Və o insanlar ki, dünyada bilirlər ki, rahatlıq yoxdur, gəldilər Peyğəmbərə qoşuldular. İndi nədənsə ki, vaxt yoxdur araşdırmağa, qismət olaraq danışarıq. Peyğəmbəri qəbul etdilər. Bəziləri dillə qəbul etdilər. Ya qorxudan, ya qorxdular cəmiyyətin qınağından, ya qorxdular ki, nəsə olar, başqa bir şey baş verər, ya hansı bir maddi marağa görə qəbul etdilər. Peyğəmbər dünyasını dəyişdi, o rahat tələb cəmiyyət, bir hissəsi rahat tələb cəmiyyət, öz rahat tələbliyindən əl çəkmədi. Burada meydana kim girdi? Xanım Zəhra, salamun əleyhə. Xanım Zəhra meydana girdi. Xanım Zəhra gördü ki, bu cəmiyyət artıq yolun azır. Çünki ortada imamət məsələsi var. İmamət məsələsi həmin o məsələdir ki, bağdır, bağ. Yəni Allahla cəmiyyətin bir bağıdır. Nə mənada? Peyğəmbər gətirdi dini. O gözəlliyi gətirdi, həyatı gətirdi, gözəl həyat tərzini gətirdi. Peyğəmbər dünyasını dəyişdi. İndi imam onu qoruyub saxlamalıdır. İmam dini qoruyandır. İmam onu qoruyub saxlamalıdır, yer üzündə saxlamalıdır. İmam Allahla bəndə arasında bir rabitə oldu. Amma cəmiyyət başa düşdü ki, daha doğrusu gördülər ki, Peyğəmbərin dövründə mübarizə var idi, dava var idi, döyüş var idi.
əzab, əziyyətlər var idi. İndi fürsət düşdü bunların əlinə ki, Peyğəmbər getdi. Onların dilindən desəm, şükür Allah, Peyğəmbər getdi və salam, indi qayıdaq, biz rahat yaşayaq. Xanım Zəhra gəlib bir qapını döyürdü ki, əlinin haqqı qaldı. İmamət məsələsi qaldı. Bir qapını döyürdü, xanım Zəhraya nə deyirdilər? Dedi ki, o bir dənə qapıdan soruş, gör hələ onlar nə deyirlər. Yəni nə? Onlar istəmirdilər o rahatlıqlarını əldən versinlər. O rahatlıqlarında qalmaq istəyirdilər. Onlar istəmirdilər mübarizə aparsınlar. Buradan da anlaşılır ki, dini o kəslər qoruyub saxlaya bilər ki, onlar rahat tələb deyil. Yəni dünyada rahat tələb deyil. Dünya insanları deyil. Və insan rahatlığı sevəndə nə baş verir? Artıq haqqın səsini eşitmir insan. Rahat tələbi olanda haqqın səsini eşitmir. Xanım Zəhranın səsini eşitmədilər. Niyə? Çünki rahat tələb idilər. Xanım Zəhranı o cəmiyyət tək qoydu ki, onlar rahat tələb idilər. Gəlirlər bir-bir, xanım Zəhra bir-bir gəldi, qapını dördü, onları çağırdı. Onlar deyirlər ki, indi zaman sakitlik zamanı. Yəni, qulağımız sakit qalsın. Rahat tələb hissimiz var, tapa bilməmişik düzgün. Onu qane eləməliyik. Bax, xanım Zəhranı rahat tələb insanlar tək qoydu. Bu günlərin biz müqayisə eləməliyik o tarixlə. Rahat tələbik. Əgər rahat tələbiksə, bunu 100% bilməliyik ki, biz öz imamımızı tək qoya bilərik. Əgər doğrudan da o rahat tələblik hissimizi biz, necə deyim, intizama salmamışıqsa, dünyaya bağlı olub imam müdafiə etmək olmur, eyvallah. Dünyaya bağlı olub imam müdafiə etmək olmur. Yalnız özünü düşüb, cəmiyyətini düşünməyən gəlib imam müdafiə edə bilməz. Bu mümkün deyil. Xanım Zəhranın mübarizəsi imamət mübarizəsi idi. Və xanım Zəhranın mübarizəsi, o imamət mübarizəsi bərabərdir nəyə? Bərabər idi ona ki, insanlara həqiqi rahat tələbliyi göstərsin. İmam özü elə rahat idi, rahatlıq idi, aramlıq verirdi insana. Baxın, bir söz deyim, imamət həm də, sorsalar ki, imamət nədir? Biz belə cavab verə bilərik ki, imamət dinimizin ruhudur. Dinimizin ruhu. Dinimizi canlandıran bir şeydir. Yəni, imamət o demək ki, mən quru din yaşamıram. Mən canlı bir din yaşayıram. İmamət həmin o quru dini canlılığa çıxardırdı, dil saxlayırdı. Fikir verirsiniz, məsələn, imamət barəsində danışanda, imamların həyatını oxuyanda görürsən ki, nəsə bu dində, bunların dinində bir gözəl qoxu var da. Yəni, baxırsan ki, bunların dinində bir dirilik var. İnsan istəyir ki, bu dinlə yaşasın, imamətlə istəyir yaşasın. Çünki onlarda dirilik vardı, ruh var idi. Onlar dinin ruhu idi. Bax, xanım Zəhranın mübarizəsi bu idi. Xanım Zəhra bununla mübarizə aparırdı. Xanım Zəhranı o cəmiyyət tək qoydu ki, onlar rahat tələb idilər. Dünyanın rahatlığını istəyirdilər.